Hər vaxtınız xeyir olsun qızlar, kanalıma xoş gəlmisiniz. Keçən dəfə videoda göstərdim ki, Əzizənin videosunda bu zeytunu gördüm. İndi onu sınamaq istəyirəm. Sonra gedəcəyik Adişin ad günü çəkilişinə, yəni studiyaya. Buranı Səbuy Instagramdan tapdı. Bu arada qiymətlər çox uyğun olub. Keçən il daha baha idi. Məsələn, bu il bir dekorda 20 şəkil 20 manatda, əlavə bir video istəsəz 30 manat olur qiyməti. Və burada ondan çox dekorasyon var idi, fon var idi. Mən də burada bəyəndiyim bir dekorasyon var idi. Şəkilləri sizə göstərəcəm indi. Onu seçdim ki, gələk burada çəkiliş eləyək. Keçən il isə mən bunu 50 manat elətdirmişdim. Bu il isə 20 manatdır. Sadəcə əlavə video istədiyim üçün 30 manat olacaq. Yəni 10 manat da əlavə. Belə qızlar, mən bəyəndiyim hər cürdə dekorlar var, hər yaşa uyğun, hətta böyüklərin də gələ biləcəyi bir yerdə. Adel də buranı çox sevdi, çox əyləndi, ora-bura qaçırdı. Mən indi sizə bura bir video qoyacağam. Səhər tezdən Adişin ad gününü mən belə qeyd etmişdim. Bu videonu mən short halında da YouTube'da paylaşdım. Çox qəşəng rəylər yazmışdıq. Bütün xoş arzularınız üçün, bütün ad günü təbrikləriniz üçün çox sağ ol deyirəm sizə. Adelin tortu Nuş Kulinariyadan idi. Yəni mənim əvvəl işlədiyim tort mağazasından. Adel də hədiyyələrini çox bəyəndi. Super Toys ilə birlikdə getmişdi. Bu hədiyyələri istəmişdi. Gəldik evdə, ona belə sürpriz elədik və çox sevindi. İstədim ki, onun istədiyi bir şey olsun ona görə. Və qızlar, istəyirəm sizə Adelin tortunu göstərim. Nuşdan sifariş eləmişik. Çox gözəl. Adelin də dadını çox bəyəndi. Hətta bu hissəsini yeyib gözünü sizə çəkim. Biz meyvə sifariş eləmişik. Banansız, Səbuy banan sevmir deyə. Və burada Adelin oyuncaqları var. Belə piyanonu almışdıq, bunu almışdıq və belə şarlar aldıq. Hətta öz yazısı da keçən ildən saxlamışdım. Bu il onu dəyərləndirdim. Adel, sən neçə yaşın olur? 2. Adelin neçə yaşı olur? 2. Deməli qızlar, bu da çox maraqlıdır. Nə gözəl. Ancaq bunu çala bilərsən. Bu vaxtın dəyişir. Bu arada qızlar, burada mikrofon yeri də var. O bunun içində də axşam Səbuy onu qurar deyə düşündüm. Bunu da belə eləyirik, bağlanır. Olur belə yığacam. Qurulması da çox asan idi. Sadəcə bunlar çıxır. Oturacağı da eyni şəkildə. Sadəcə ayaq qismləri çıxır və çox pratik olur. Belə açanda burada da çoxlu sayda düymələri var oxumaq üçün. Eyni şəkildə də burada da mən çox bəyəndim. Bu zaten Səbuya deyirəm ki, Adelin olmasın, bunu açım mən axşamlar. Bunun üstündə film izləyim. Hə Adel, mənim olsun bu. Mənim olsun bu. Uzan. Mən dekorda bir dənə stolsu görmüşdüm. Çox bəyəndim. Bunu aldıq biz. İndi mən bura şəklini yerləşdirəcəm. Çox xoşuma gəlmişdi. Bunun şüşəsi var. Burada da həyətdən paltarları yığmışam. Onlarda şüşəsi var. Onu axşam Səbuy gəlsin qurar. Mən də hazır vəziyyətində sizə göstərərəm bunu. Çox bəyəndim. Biz həyət üçün almışıq. Deməli qızlar, Səbuy bu stol qurdu. Çox gözəldir. Çox bəyəndim. Yaxından da göstərim sizə. Üstü belə şüşədir. Bunu siləcəm. Silipim qutarıb gedib təzəsini almalıyam. Özümə kofe süzdüm. Səhər tezdən oyanmışım. İlk işim istədim ki, bunu sizə göstərim. Çox qəşəngdir stol. Çox bəyəndim. Normalda həyət üçün almışıq. Oturacağım indi burada kofemi içəcəm. Bugün də hava çox qəşəngdir. Bugün həm də birlikdə bağ evinə gedirik. Sizi də özümlə aparacağım. Dəftərimi də götürdüm. İndi oturacağım burada və günümü planlayacağım ki, nələr eləməliyim. Evimizin dağınıqlığına fikir verməyin. Evimizdə mini konsert var. Hadi mikrofonu oxu. Elə. Mikrofona. Baxın. Allahım, sən bana sabır ver. Qolumdaki buradan çıxardır, bilmirəm o nə hərəkətdir, təzə öyrənib. Bir qolum çıxardır, belə davam edir həyatına. Ay Allah, dur evlər təmizlə, necə dağıtmısansa. Deyirəm ki, indi makyaj eləyim və hazırlaşım yavaşdan, çünki birazdan Səbuy gələcək. Tez bazar makyaj eləyim, gəlirəm. Makyajımı bitirdim. Başın səsinə baxayım. Makyajımı bitirdim.
Məncə qəşəng oldu. Həm də bugün havuza girəcəyik deyə çox da belə ağır liner falan çəkmədim. Sadəcə gözümün üstünə biraz karandaşla qəhvəyilik verdim. O qədər. Bir də normal üz makyajımı elədim. Həm də getdiyimiz evdə, yəni bağ evində çəkiliş eləmək istəyirəm. Ona görə də dedim ki, biraz makyaj olum. Qəşəng düşün videoda. Masanın birini belə açmışıq. İstəyirəm sizə belə yaxından göstərim. Belə toxumadır. Çox qəşəngdir. Sıx-sıx toxunub. Çox qəşəng görünür. Birini Səbu açdı. Bu həyətə gedəcək. O bura çox yaraşdı. Mənim üçün çox pratik oldu. Bəs o birisi hardadır desəniz, buradadır. Belə bağlı vəziyyətdədir. Səbu bunu hələ açmayıb. Axşam açacaq bunu. Üzümdə elədiyim makyaj vasitələrini də belə götürdüm. Bu çantanın içinə yığdım ki, sabahları oradan gələndə makyaj eləmək istəsəm üstümdə olsun. Sonra belə bir parfümüm var. Bunu Olivia'dan hədiyyə eləmişdilər mənə. Minos. Həqiqətən çox gözəldir və endirmə düşəndə 15-16 manata düşür qiyməti. Ölçüsü böyükdür. İyisi də o qədər gözəldir ki, bir dəfə getmişdim salona. Orada Könül xanım belə soruşdu ki, hansı parfümü istifadə eləmişsən? Çox gözəldir. Məncə artıq bunu yarılamışam. Çox az qalıb bunun da bitməyinə. Yenisini almalıyam. İndi istəyirəm ki, saçımı forma vereyim. Çünki düşünürəm ki, yaxşı bir halda deyil. Mən çəkiş üçün istifadə eləmişdim. Saçımı vurmuşdum. Amma indi istəyirəm ki, bir dənə fen keçim. Daha sərgəli görünsün videoda. Saçımı dəyişdim qızlar. Çünki saçım belə abyomlu görünür. İstəmədim fenliyim o yatsın. Çünki əgər abyomu yatsa gərək mən içməm. Ona da elə bir vaxtım yoxdur. Hələlik belə yığdım evdə iş görürəm deyə. İndi nə geyinəcəm onu seçək. Adeli yedizdirəcəm. Adelin çantasını yığacam. Çantamı yığacam. Gəlin baxaq görək. Mən nə geyinəcəm bu günləri. Deməli. Əslində keçən dəfə New York'dan bu koftanı aldım. İstəyirəm sizə göstərim bunu. Çox gözəldir. S ölçüdə New York'dan almışdım. Təzəlikcə bir həftə olar ki almışam. İstəyirəm bunu geyinim. Altına da şalvar olaraq. Antalya'da olanda bir dənə şalvar almışdım. İstəyirəm ki onu geyinim. Deyəsən buradadır. Göstərmişdim sizə mən bunu. Deyirəm rahat görünsün. Sivaki'dən almışdım. Qoyuram belə bura. Sonra Mia'dan mənə verdikləri bu nə deyirlər bunun adına? Makyaj qabı, makyaj kloku, nədirsə bunun artıq adı. Bunun içinə isə istəyirəm ki, burada elə Antalya'ya gedəndə üzümlə apardım. Gündəlik kremimdir, makyaj çıxardanımdır. Bunları üstümdə aparım ki, elə bunlar da bitmiş olsun. Hazır həm də səyahət boylarındadır. Bunları da bunun içinə yığacam. Burada qızlar sizə çox şey göstərməliyim. Məsələn, eynək almışam özümə 2 dənə. Onları sizə göstərəcəm. Bunları eynəyi onsa götürəcəm özümdə. Orada taxanda sizə göstərərəm. Sonra Arzumdan bir dənə bağlama gəlib. Teknik markasının içi dolu-dolu kosmetika. Bunu da sizə göstərəcəm. Çox gözəldir çünki. İndi bu çantanı yığacam. Hazır olsun. Hazırdır. Çanta olaraq bunu götürəcəm. İndi bura qoyduqlarımı bunun içinə yerləşdirəcəm. İçi həm çox genişdir, həm də rahatdır. Makyaj çantamı da içinə qoyuram. Təbii ki də parfümümü də götürürəm. Eynəklərimi götürəcəm. Bunları da atıram. Çünki bunlarla istəyirəm ki, video çəkim. Orada geyinmək üçün özümə paltar götürürəm. Bikini də götürəcəm. Belə sizə göstərdiyim Temu'dan aldığım bikinini qoyuram içinə. Garnier'in özünün mənə göndərdiyi bu məhribanı özümdən götürəcəm ki, orada birdən ehtiyacımız olar. Və gedib karavana gəldikdən sonra bu parça çantalarımı yumuşdum. Ona görə də tərtəmizdir. Bunları indi bunun için yığacam. Çünki bunu demək olar ki dolub. Bura Adelin butulkasını da qoyacam və bura kifayətdir. Bu arada Rexonamı da götürdüm. Mən Dry Idea istifadə edirəm Rexona. Çox bəyənirəm və təzəlikcə mənə Dry Idea əməkdaşlıq təklif edib. Özümün istifadə elədiyim məhsulun əməkdaşlığın elində o qədər xoşbəxt oluram ki, çünki mən bu məhsulu sevə-sevə istifadə edirəm. Ona görə də əməkdaşlıq eləyəndə də mənə çox xoş olur. Sushi sifariş edəcəyik. Bu arada Fanta almışdıq. Səbuya dedim bir dənə də kola alsın. Bunları da götürmüşəm. Birdən lazım olardı. Keçən dəfə gedəndə almışdıq. Belə qalıblar. Qoyacam bunun içinə. Bir də Səbu bazarlıq eləyib gələcək. Davamını da bunun içinə qoyacam. İndi isə gedirəm Adelin veşlərini yığmağa. Bu otaqlar da çox qaranlıqdır. Gəldim. İndi Adelə də bikini götürməliyəm, məhraba götürməliyəm. Onun da çantasını yığacam indi qəşəng.
Adelə bu donu geyindirəcəm, pampersini dəyişəcəm. Burada pampersi biraz əlavə edəcəm, azdır. Papağını götürdüm, orada hovuzdan istifadə eləsin deyə. Leynermazı pişik üçün istifadə edirəm. Adelə anında təsir göstərir, çox gözəldir. Suda krem falan da istifadə eləmişəm, amma məncə ən qəşəng bu leynerdən də qiymət də uyğundur. Sonra Adişin günəşdən qoruyucu SPF-ini də götürürəm. Burada pijamasını götürmüşəm, axşam yatanda geyinməsi üçün. Bilirsiniz ki, mən bunu Temudan almışdım. O qədər genişdir ki, hər şey içine sığdıra bilirəm. Adelə də bu çantanı götürəcəm. Əlavə edirəm Adel üçün bura belə. Adel üçün bir şal var, bir dənə də tişört də götürürəm ki, birdən donundan soyuq olar, hava birdən pisləşər, hər ehtimal bunu da götürürəm. Adelin bikinisini götürürəm, az qalsın yadımdan çıxırdı. Bir də onu belə havlu almışdım, onu da götürürəm. Bunları da yerləşdirəcəm indi çantanın içinə. Yola çıxanda ən vacibli adımdır, çünki soska olmasa Adeli taksidə və yaxud da başqa heç nədə susturmaq olmur. Ona görə bunu da qoyuram qabaq cibinə. Xurtradan orada göstərirəm daha ətraflı. Elə dedik ki, promoy alıb özümüz də aparaq, çünki taksi ilə gedəcəyik. Burada yeməyin yeri istəyirəm ki, bitsin. Uşaqlarını seylədi, yoxsa yox. Adelin saçını yığmışdım, götürdü, açdı və deyir ki, yəni yığmadan saçımı belə qalsın. Mən də nə deyim. Bilməm sizdə də elə olur, yoxsa yox. Oturub fikirləşirəm ki, ay Allah görəm nə yadımdan çıxdı. İndi ağlıma gəldi ki, tripodu qoymamışam. Ən əsas məsələ, gedim tripodumu da atım çantama. Buralar da biraz qarışıb, bir də planşetin də zərifəsini götürüm özümdən. Bunları da çantama atmaq lazımdır. Bu arada çantaların hamısını gətirib bura qoymuşam. Bunu da bunun içine qoyacağım indi. Mənə tapşırıb ki, mənə vərəq və qələm qoy, sabahları oradan geç saatda, daha doğrusu 12-də çıxacağımız üçün işə online işləyəcək. Ona görə də bir qələm, bir vərəq götürürəm onun üçün. Bura çantalarımı qoydum, Adiş yanımda. İnşallah yatar yolda və çıxırıq gedək. Nə qədər günəş var imiş. Çıxaq gedək, hazırız. Dırnaqlarım da çox gözəldir. Ay biz gəldik və çox gözəldir. Sizə göstərmək üçün səbirsizlənirəm, çünki çox şəkərdir həqiqətən. Gəlin birlikdə gəzək. Hal-hazırda evin içindəyəm, Adel oyanıb deyə. İndi Adeli falan geyindirib hovuza gedəndə çölünü də sizin üçün çəkəcəm. Amma gəlin əvvəlcə evin içini gəzək. Deməli qızlar, qapıdan girən kimi sizə belə göstərim. Burada salonudur, belə televizoru var. Bu arada Wi-Fi də var, YouTube da var. Bu cəhətdən çox gözəl. Burada 2 dənə yataq otağı var. Bir dənə yataq otağı da yuxarıdadır. İndi gəlin sizə onu da göstərim. Bu tərəfdə isə mətbəxdir. Burada stollar var. İndi aldıqlarımızı da biz birlikdə yerləşdirəcəyik. İndi gəlin otaqları da sizə göstərim. Burada bir dənə otaq var. Şöyle yandıraq. Belə. Bu formada çox gözəl. Sərgəli, təmiz. Hər otaqda da kondisionerlər var bu arada qızlar. Buradan da mən də görün. Belə, burada belə asılqan rəfi var. Belə, indi davam edirik. Sonra tam qarşısında bir otaq daha var. Baxın belə. Genişdir. Burada 2 dənə çarpayı ayrıdır. Baxın belə. Adel xanım gəldi. Burada da yine eyni şəkildə. Baxın belə göstərim. Kondisioneri var. Bu çox yaxşıdır. Əsas da yay üçün əladır deyə düşünürəm. Sonra davam edirik. Hadi gəl. Sonra burada hamam. Belə hamam var. Belə su var. Burada karavandan sonra buralar çox geniş gəlir mənə. Buranı da şunu söndürək. Sonra davam edirik. Açmışam mən. Hə. Deməli, Haldenikdə çox böyükdür olduqca. Səbu indi aldıqlarımızı buraya yerləşdirdi. Burada çaydanı var. Ondan sonra bildirdilər ki, burada qab-qacaqları var. Bəli varmış. İncəbel bardaq da var. Sonra burada qablar var belə. Sonra belə. Bura belə görünür, qəşəng görünür. İndi Səbu yuxarı çıxır. Gedək biz də baxaq. Səbuş, belə evimiz olsun. Kiraya verək. Aklı fikri. Evet, çıxarız. Çıxabilir. Bu tərliklər həmişə ki mənim ayağıma böyükdülər. Amma tamam edirik.
Oo, necə istidir bura? Şifrenin altı diye. Yandı mı bura? Neyse olsa bura çıxmayacaq ki. Evet öyle. Ha? Aha. Deməli, burada da bu arada kondisioneri var. Bizə nəyə qəşəngdir? Hamısını eyni ediblər. Eyni şkaf qurublar. Mənə də buradan görün. Adel xanım yataq kontrol edir Adel. Tutdum. Bura çox istidir. Dəhşət. Sən Adişi tut, mən gedim. Sonra buradan sən belə görünür. Belə. Buranın düşmək çox öndürdü. Düşürəm. Biz nəyə gedirəm? Sən bu yuxarıda kondisioner yanır. Deyirəm ki, yandırma da. Hələ yatmağımıza çox var. Yatmamışdan 1-2 saat əvvəl qoşaq. Sən bu da deyir ki, sən ancaq belə yerlərə gələndə değişik pulu falan zamanda xeyir deyir, düşünürsən. Nə bilirim? Bir şey olaram ki, yəni bəlkə istifadə edəmirik də. İndi çıxırıq çölə. Hadi Enci de. İndi isə çölə çıxa bilərik. Hazırsınız görməyə. Çox qəşəngdir axı. Baxın. Onu sıfıranda başlayayım. Burada 2 dənə belə çöldə nəsə yan qonşuda dava var sanki. Burada hovuzu var. Bu arada isti hovuzdur. Dərinliyi görən nə qədərdir buna. Çox qəşəngdir. Su tərtəmizdir içi də. Sonra burada bir dənə oturma yeri var. Burada hətta bunu belə düşünüblər ki, Məhribanı qurutmaq üçün, yəni çıxandan sonra. Qəşəng biz gələndə buralar belə suluydu. Bütün həyəti yuyublar, təmizləyiblər. Təmizlikləri ümumiyyətlə çox xoşuma gəldi. Sonra bu arada buranın adı Angel Aframe'dir və ona görə də belə bir dizaynlar var. Bir dənə oturma yerləri də buradadır və şey də var, samavar da var bu arada. Daha nə olsun? İndi isə gedəcəm. İstədim ki, Instagrama çəkməmişdən əvvəl sizinlə belə ümumi danışım çəkim. Instagram üçün ayrıca post hazırlayacağım bura. Ona görə də dedim ki, sizə unutduğum bir şey olmasın. Hamısını göstərmiş olum. İndi də gedirəm içəri ki, yemək yeyək artıq. Və hafif fikirləşdim ki, fenimi gətirməmişəm, bəs necə olacaq? Mənə dedilər ki, fen istəyirsə, sizə gətirək, qırmadım ya, umarım. Dedim ki, əslində lazımdır, sağ olsunlar, gətirdilər bunu da. İndi sizinlə birlikdə bunu götürün, aparım yerləşdirim otağa. Hamısını. Buraya keçək. Ay. Ay. Neden çok haklısın? Bu setin adı neydi? Tamam. Yemeğimi yedib, çəkilişimi elədim Instagram üçün. İndi əynimi dəyişəcəm və gedəcəm Səbuygin yanına. Onlar da hovuzdadılar. İndi mən kondisionerin pultunu tapım, buranın kondisionerini söndürüm. Çünki Adel hovuzdan gələndən sonra düşünürəm ki, soyuq olmasın. Dəli, bu dəfə də üstünə heç sən götürməmsən geyinməyə. Ben bilmem ki. Uzağa ədyal atarıq da üstümüzə. Oturak mı daha iyi? Baxarıq da, yaxşı olsa oturarıq. İndi küləkdir, amma isti də var da, hovuz qəşəng. Hovuz qızdır. Adel nə edir? Bunu ne istiyorum? Hovuzdan gəldik içəri qızlar. Sizcə, mən nəyi götürməyə ağıl etməmişəm? Ən əsas, birincisi daraq, belə vızbaş qalmışam. İkincisi şampun. Neysə ki, yəni elə belə yıxaladım saçımı, belə. Amma götürməyə yadımdan çıxıb, çox heyif. Çox götürərdim, mən yerə gedəndə götürmüşəm, afotelə belə aparmışam, hər zirzibilimi. Amma bura gətirməmişəm. Çox üzüldüm şu an. Bir də, nə ağıl eləməmişim? Çay. İndi mən bura gəlmişəm, ürəyim çay istəyir, çay getməyə yadımdan çıxıb. Nədən bən? Gəlin, baxaq görə Səbu bazarlıq eləmişdi, nələr alıb. İkram alıb, bunu Adel xoşlayır. Banan alıb Adeləm. Çörək alıb burada. Sonra bir dənə leys alıb. Bunu keçən mən çox bəyənmişdim, təzə çıxır. Sonra mən yavun suxariklərini çox bəyənirəm. Belə simitikalar alıb. Belçika. Bu da Belçikadır. Sonra bu suxarikin başqa növünü alıb. Bu növünü mən bəyənmirəm. Sıra xoşbeş alıb. Bunu indi görürüm. Bu arada bütün şinyatları almışıq. Amma ki, gəlin görün ki, çayımız yoxdur. Bunun nə qədər tutub, nə baxaq. Ümumi 21 manat tutub.
görüyorsan bence burada başka için kalmadı. Her şeyi gösterdim. Yani soklar da kola, fanta bunlar da aynı şekilde. Bunu da süzmüştüm ki içim. Yani ki çaysız qalmışam arkadaşlar. Fen götürmüşəm, darağım yoxdur. Belə çox qəribə. Adel de burada Nastya izləyir. Orada nə hoqqalar verir bilmirəm. Mən də kolamı süzdüm, oturum biraz. Ayaqqabıları da yerinə düzürəm. Gedib gəlib görürəm ki, Adel onları dağıdıb. Sonra bunları dağıdıb. Belə gedib gəlib görürəm ki, mən nə düzəltmişəmsə onların hamısını töküb yerə. Hava da bu arada artıq kölgə düşdü. Saat 6'dır. Belə görünür çox. Biraz külək var, amma isti hava uzundur, çox gözəldir. Ay bulutlar nə qəşəngdir. Çox gözəl. Sonra daradım və qurutdum. Sizcə nə ilə daradım? Darağım yox idi. Yoxdan var etdim. Bir Survivor-dayıq. Deməli, bu sushi çubuqlarını götürmüşəm. Əlimə belə keçirmişəm. Belə düşünün ki, belə daraq eləmişəm də. Prosto bu daraq biraz enli dişli daraqdır. Belə daramışam. Survivor-dayım sanki. Amma əsas odur ki, saçımı daradım və qurutdum. İndi əsas məsələ çay. Baxın, mən hörüklü qız olmuşam. Acı rezinləri taxmışam ucuna. Saçımı daradım, hördüm. Daha nə olsun? Burada da 2 dənə sanağım çıxıb. Nə gözəl axşam düşür. Havuz da istidir. Birazdan girəcəyik. Hava da küləklidir. Belə bir süfrə hazırladıq. İndi burada televizorda uşacam son yazı və sabahınız xeyir olsun. Saat 7-dir. Bugün hava küləklidir. Düşünürəm ki, yaxşı ki dünənlər gəlmişik. Çünki çox belə dəhşət hava vardı şu an. Çöldə indi sizə göstərəcəm onu. Bayaqdan buraları təmizləyirəm. Gəlin sizə göstərim ki, nələr eləmişəm. Deməli, əvvəlcə planşeti qoydum zaryadkaya ki, yolda lazım olar. Bu Səbuinin işidir. Bu əslində burada deyil. Adel götürür, ağzına vurur deyə qoymuşam. Bura gedəndə yerinə qoyacağıq. Deməli, burada istifadə etdiyimiz qabları yudum. Sağ olsunlar, burada qab şampunu falan var idi. Biraz burada qazan böyükdür. Adel üçün yumurta qaynadıram səhər yeməyinə. Sonra stolun üstün buraları yığışdırdım. Burada yeməli şeylərdir, cipsdir, abur cuburlardır, onu yığdım bunun içine. Tripodu hələ ki saxlamışam çünki video çəkəcəm. Sonra bunlar da hələ ki qalır, çıxanda bunları atacaq. Adelin suyudur, rezinlərini taxacam Adelin. Ondan sonra başqa, deməli, bu otaqda dünənləri Adelin yanımızda belə yer sərdik. Çünki belə yataqda o yıxılır. İndi mən bunun üstünü yatmışdıq, düzəltdim, yığışdırdım. Səbuni gözləyirəm ki, bunu aparsın, qoysun yerinə. Bunu isə bu otaqdan götürmüşdük buradan. Çünki Adeli belə tək qoya bilmədik, gərək yanımızda yatsın. Burada belə paltarlarımızı qoydum, çantalarımızın üçünü də yığmışam. Bu örtük də buranın da döşək gələndən sonra bura qoyacam onu da. Belə buralar belədir. Sonra hamam. Hamamda çimib məhrabaları falan qoymuşduq. Onları da yığışdırdım. Oldu təmiz, heç nə qalmadı burada. Və gətirdim, kirliləri də atdım bunun içine. Sizə gəlin indi havanı göstərim bugün. Bugün hava. Görün necə külək varsa, onun üzərindəkini də atıb yerə. Onu düzəldim. Dönlər də burada. Güyaca qaralırdım, adayı qoymadı, imkan vermədi. Bunu da götürüm aparım qoyum içərisinə. Burada
Demək olar çox şey dağıtmamışıq. Ancaq suda olmuşuq. Manqal falan çəkmədik bu dəfə. Yemək sifariş elədik bilirsiniz. Ayaqqabıları içəri qoyun. Bu da içərinindir. Bu da Səboyinindir. Belə bitir. Amma burada nə yaxşı süpürgə var. Bayaqlardan fikirləşirdim ki, haran süpürüm. Buradan da belə yer açılır bu tərəfə. Nədir bu görəm? Şuraya açıb yəqin deyə düşünürəm. Heç nə. Gedim içəri. Adeli gedizdirim edeyim. Ondan sonra videolarımı başlayayım çəkməyə. Saça basata. Kıvırcık. Arkada kızımı yiyirler. O sırada ben. Ay oturdum kaldım videoları çekmeliyim. Durub indi onları çekim. Eve giden kimi çay içeceğim. Çay. Hadi ne yapsam? Geldim makyaj eləməyə. Tanalı krem istifadə edirəm. Deməli qızlar o qədər gözəl dincəldi ki, yəni mənim çox xoşuma gəldi bu tətil. Bu arada günü 250 manat idi. Qışda, yəni soyuq aylarda daha da yaxşı olur. Hətta biz Səbu ilə yenə gəlməyi düşünürük. Sırf isti havuzuna görə, çünki çox gözəldir. Bu arada səsim gedib. Deyəsən güclü soyuq dəyməm var mənim. Çünki özümü neçə gündə onsa narahat hiss edirdim. Plus da indi də səsim getdi. İndi gedib evə iynə dərmana başlamalıyam ki, səsim özünə gəlsin biraz. Səbuya onlayn işə girib, orada işindədir. Adı burada televizor izləyir. Mən də oturmuşam burada makyaj edirəm, hazırlaşıram. Buranı video çəkmək istəyirəm Instagrama. Çünki keçən dəfə karavan videosunu çəkmişdim və o çox bəyənilmişdi. Düşünürəm ki, indi bunu da çəksəm, yəqin ki, bəyənirlər. Ona görə ətraflı videosunu paylaşacağım. Arada yadımdan çıxır, qaş sabitləyicim, makyajımı eləyirəm, sonra yadıma düşür. Amma əvvəlcədən eləsəm daha yaxşı olar. Çünki əvvəlcədən eləməyəndə qaşın üstünə ağır görüntülər buraxır. Ona edəcək bir şey yoxdur, qaşlarımı da darayıram. Demək qızlar, təzə bir şey fərqinə varmışam. Bu, normalda gözaltıma tartım bu, kondisioner istifadə edirəm. Əgər tartı istifadə edildikdən sonra gözaltıma pudra keçsəm, onda gözaltlarım belə qırış-qırışda olur. Məncə bu tartın kondisionerin içərisində özünün belə pudramsılığı var. Ona görə heç keçməyə ehtiyac qalmır. Çünki belə parlaq bir görüntü də buraxmır. Sanki kondisioner vurub üstünə pudra vurmuşsunuz effekti verir. Mən bir də bunun üstünə pudra vururdum deyə çox belə qatı görünürdü. Gözaltlarım çox yaşlı görünürdü. Ona görə də vurmuram. Belə daha qəşəng görünür. Həm də bunu bitirmək istəyirəm. Ona görə bunu istifadə edirəm. Gözümün üstünə də son vaxtlarda üstü pis gündədir. Notun bu. Neçə nömrəsidir? 02-dir, espresso rəngidir. Bu karandaşı götürürəm. Bu formada indi göstərəcəm. Üstə çəkirəm, əlimlə yay qarada vururum. Çox gözəl olur. Son vaxtlarda belə istifadə edirəm. Çox bəyənirəm bunu. Həm də qəşəng qəhvəli, içində də biraz parıltısı var, amma çox az parıltıdır. Narahat edəcək bir parıltı deyil. Tattoo liner olaraq gedir adı. Baxın belə Silk Tattoo liner çox qəşəngdir. Hər cür rəngi də var. Mən bunu mürdüm rəngində istəyirəm, onu da alacağım. Çünki çox pratik göz makyajı alınır. Baxın göstərirəm. Kamerada çox yerlənir. Deməli, bunu götürürəm belə. Gəlişi gözəl tüklər demiş çəkirəm. Belə qəşəng qəhvəyi tonlarda. Göz üstü. Bir dənə maskara çəkirsiniz, olur möhtəşəm. Bir də ənlik olaraq, daha doğrusu ənlik və highlighter olaraq Notun bu əslində drop highlighter keçir, amma o qədər gözəldir ki, möhtəşəmdir. İndi tətbiq edəcəm, görəcəksiniz. Bunu istifadə edəndə düşünürəm ki, əslində highlighter keçir, amma mənə görə ənlikdir rənginə görə. Sadəcə highlighter vurmağa da ehtiyac qalmır, çünki çox qəşəngdir, yanağa parıltı verir. Tam yayın malıdır da, yəni vur, çıx. İstəsəniz sadəcə bununla belə ənliyi vurub, maskara vurub da bitirə bilərsiniz makyajı. O dərəcədə gözəldir. Yaxından sizə göstərim. Çox bəyənirəm bunu. Belə maye halındadır. Yanaqlarıma vurdum. Fırçanı götürürsünüz və belə. Görürsünüz buradakı parlaqlığı. Baxın. Qəşəng bir görüntü verir. Və belə ənlik durmur da. Sanki öz yanağınız hafif belə azca qızarmış kimi görünür. Çox xoşuma gəlir bu görüntü. Dodaq karandaşı isə keçən dəfə Olivia'dan göndərdikləri bu dodaq karandaşı və dodaq boyasını eləmişəm. Sizə göstərmişdim. Karandaş olaraq Ninele markasının 229 rəngini çəkmişəm kənarına. Orta hissəsini isə bu şirin isə şunun bu. Çox bəyənirəm mən bunu. Belə
bu rəngdə olan dodaq boyasını da orta hissəsini çəkdim və bitdi. Sadəcə bura qaranlıq olduğu üçün düşünürəm ki, gəlsi işıqda makyajımı göstərim çünki çox gözəl oldu. Baxın, bunu deyirdim, görsün yanağımdakı parıltını. O ənlik həm belə parıltı verir, həm də daha qəşəng görünür. Burada işıq daha qəşəngmiş bu arada, indi onu fərq etdim. İndi baxa bilərsiniz makyajımın gözəlliyinə. Məncə çox gözəl oldu, çox bəyəndim mən. Və qızlar, gəlin indi sizə aldığım eynəkləri göstəreyim. Çox gözəldir. 2 dənə eynək almışam. Miu Miu markasından da bu arada qızlar. İlki belə görünür. Bu hissəsində belə bir detayı var. Və belə. Yeri isə belədir. Bu hissəsində belə Miu Miu'nun yazısı var. Və belə. Bu çox gözəl görünür də. Mən çox bəyəndim bunu. Baxın. Siz bəs bu ikisindən hansını daha çox mənə yaraşdırdınız? Sizcə hansı daha gözəldir? Mütləq fikirlərinizi yorumlarda yazın. Videonu isə bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Burada sonlandırıram çünki yerim dəhşətlərcə də dolub. Həm Instagrama, həm YouTube'a video çəkdiyim üçün. Gedəcəm indi 1-2 saatımız var çıxmağa. Onları editləyəcəm, eləyəcəm. Ondan sonra isə çıxıb evə gedəcəyik. Sizi çoxlu öpürəm. Kanala abunə olmağı unutmayın.